67-dən də baxmaram. 67-yə baxaq. Klaviaturadan daxil edilmiş ixtiyari 4 rəqəmli natural ədədin ortasındakı 2 rəqəmin əmələ gətirdiyi ədəd təkdirsə, onların hasilini, əks halda onların cəmini. Giriş, nümunə verib giriş. Deyək ki, 2345 ədədi daxil edilir. Bunların ortasında 2 rəqəm, 3 ilə 4. 3 ilə 4 bizə nə verir? 34 ədədini. Və 34 təkdirsə, tək olsa, yəni bu ədəd nədirsə, 3 ilə 4-ü vuraq bir-birinə, cütdürsə cəmini tapaq. Yəni burada da normal olaraq nə edir? Cəmini tapır və 7 götürür. Aha. Keçək Visual Studio. Yaxşı, deməli, n bərabərdir deyək buna. N bərabərdir input deyək. Sətr formasında ədəd daxil eləsək nə olar ki? Ədəd daxil edəndən sonra, yəni proqram o sətr kimi qəbul eləsin, ya da hətta ədəd olsun. Yox. Ədəd daxil elədi. 4 rəqəmlidir də, bu arada çox rəqəmli demir. Hər hansı 4 rəqəmli bir ədəddir. Həmin 4 rəqəmli ədədin ortadakı ədədlərini götürmək üçün təsəvvürləyin ki, belə deyək də, 2345-in 3-ü ilə 4-ü bir arada götürməsi üçün mən bu ədədi ona bir dəfə qalıqlı bölərəm. Bir dəfə də 100-ə tam bölərəm. 100-ə mi? 1000-ə tam bölərəm. Yox, qalıqlı bölüb 10-a tam bölərəm. Bir dəfə 10-a tam bölərəm. 234 alaram. Ondan sonra da 100-ə qalıqlı bölüb 34 alaram. Baxın, deyək ki, 4 rəqəmli ədəddir. 10-a tam böldüm. Aldım nə? 234. Ondan sonra 100-ə tam böldüm. Hətta 100-ə qalıqlı böldüm. Yox, tam bölmədim. 100-ə qalıqlı böldüm, 34-ü götürdüm. Uşaqlar, bir daha da deyirəm. 2345-i 10-a tam böldüm. Aldım 234. Ondan sonra da 100-ə qalıqlı böldüm. Aldım nə? 34. İndi bu şəkildə yanaşsaq, nə deyirik? Deyirik ki, deməli, n bərabərdir n-in
Ee, 10'a tam böl. 10'a tam böl. Hətta bunu bir sətirdə də yazmaq olar. İndi ayrı-ayrı yazaq, birləşdirərik. Ondan sonra da n bərabərdir n-i, yəni 10 dəfə azaldandan sonra 100-ə qalıqlı böl. Aha, bax bu şəkildə. İndi məsəl üçün birini yoxlayaq. Məsələn, ondan sonra da deyək ki, məsələn print n deyək. Tutaq ki da. Yəni izah xətrinə bu qədər detallara gedirəm də. Yəni siz təbii ki, bu kodu quranda bir belə detallara getməyəsiniz. Məsələn, bunu çalışdıraq. Bizdən ədəd tələb eləyir. 2345 idi deyəsən. Ay. 2345. 34. Dəfə vurdum bunu. 2000 2345 daxil elədik, aldıq 34. Bu şəkildə. Artıq şərtə gedə bilərik də. Burada print n-i salaq aşağı. Şərt qoyuruq, deyirik ki, əgər n-in deməli cütlüyün təhliyini yoxlayırıq da. 2-yə bölünməsindən alınan tam. Qalıq da tam nə idi? Bərabərdirsə sıfıra, yəni cütdürsə, hər hansısa bir dəyişənə, bunların tutaq ki, hasilini tapaq, bir dəyişənə mənimsədək. Bunların hasilini tapmağımız üçün nə edirik? Əlimizdə bir ədəd var. Əlimizdə bir ədəd var. Tutaq ki, həmin ədəd cütdürsə, neynəsin? Təkcə hasilini tapsın, əks halda cəmini tapsın. Tamam, bu yadımızda saxlayaq. Hətta bunu belə eləyək. Yox, problem yoxdur. Bu şəkildə də gedər. Cütdürsə, tutaq ki, K bərabər olsun K vurulsun, hasildən söhbət gedir da. K-nı da vurmağımız üçün yuxarıya bir dənə dəyişən ataq. Tutaq ki, ədədi daxil eləmişik. Buradan olsun da. K bərabərdir 1. Bu bizim hasilimizi bildirəcək. Bir dənə də cəm ataq da. S bərabərdir 0 deyək. Aha. Tutaq ki, ədəd təkdir, cütdür. K bərabərdir, K vurulsun. Yəni, mötərizə açarıq. Burada biz nəyi yerinə yetirəcəyik? Bir də ədədin rəqəmlərini tapacağıq. Ədəd artıq 2 rəqəmlidir. Buna da deyək ki, məsələn, A vurulsun B deyək. İndi A ilə B nədir? A ilə B nədir? A ilə B həmin ədədin rəqəmləridir.
Həmin ədədin rəqəmlərin biz necə tapırıq? Belə deyərik. A bərabərdir. Bax ki, n-in 10-a bölünməsi, 10-a bölünməsindən alınan qalıq. Bax ki, B bərabərdir. N-i 10-a tam böl. A ilə B-ni buradan belə əldə elədik. Artıq cütdürsə bunları bir-birinə vursun. K bərabərdir. K vurulsun A vurulsun B olsun. Bunu salaq aşağı bir dənə else deyək. Buna bir dənə else dedik. Else olan halda da tutaq ki təkdirsə S bərabər olsun S üstünə gəl A üstə gələkdir. A üstünə gəl B. Bu şəkildə olsun. Bizdən 3 olanda hasilin bütona cəm istəyir. Dəyişdirək də onu da. Yaxşı. Bura bir dənə fərqlidir deyim də. Onu da olar belə. Hətta həncamə qurmayaq da. Yəni n-in 2-yə bölünməsindən alınan qalıq sıfırdan fərqlidir. Nə deməkdir bu? Yəni təkdirsə. İndi düzəldi mi şahid? Nəticədə yaxşı. K-nı da tap. Əgər baxır vəziyyətə də K-nı bu cür hesablayacaq, S-i bu cür hesablayacaq. Ümumiyyətlə bizdən nə deyir? Bəlkə onların cəminin zadını soruşur nəticədə. Yox. Təkdirsə onların hasilini, əks halda onların cəmini çap edən proqramı Python dilində yazdıq. Nəticədə belə deyək də, print K virgül deyək. Hətta bir boşluq qoyaq. Və yaxud da S. Bu şəkildə deyərik. Bu bir çalışdıraq şurayla bizə nə verir? Hətta, bura niyə yazdıq? Hətta indi bir şey deyəcəm uşaqlar. Bir dəqiqə. 2345. S bərabərdir. S üstəgələ A plus B. Xətamız harda oldu? A təyin olunmayıb, hətta B də təyin olunmayıb. Amma burada tapdıq axı. Müəllim, A n-in 100-ə bölünməsindən alınan qalıq idi. A bərabərdir n bölünsün 100. Burada 2 rəqəmlidir axı. 2 rəqəmli ədədin biri təkdir, təki bildirir, təhliyi bildirir, bir də onluğu bildirir. Burada uşaqlar A ilə B-ni biz if üçün təyin eləmişdik də. Amma halbuki bunun else də var axı. Ona görə bayaq xəta verirdi. Onu else də yazırıq, məsələ həll olur. Yəni A-nın tapılmasında, B-nin tapılmasında else də yazırıq, həll olur. Ya da ki, heç bir belə əziyyət çəkmədən elə if else-in üstündə də yazmaq olardı. Birin götürüb yazardıq. If ilə də else ilə də eyni hüquqlu olardı. Bu şəkildə də eləmək olardı. Yəni özdə ki, burada tutaq ki, yəni biraz qısa şəkildə bunu yerinə yetirmək olardı. İndi 2345 daxil elədik. 2345 nədir? 2345-in 34-ünü götürür. 34 cütdür. Cüt olanda nə etməli idi?
Cəmin tapmalı idi da. Burada 7 ekrana çıxdı. Hətta 1.7 ekrana çıxdı. Burada hətta belə deyək də 1.7 ayrı-ayrı ekrana çıxması üçün bura bir dənə print deyək. Bu lap düz olsun da. İkisi də ekrana çıxmasın. Print K olsun. Buradakı printi də S deyək. K-nı silək. Bir ekrana çıxsın da. Şərt hansında ödənirsə o ekrana çıxsın. Bu şəkildə. Yaxşı. 2300 nə idi? 45. 7 ekrana çıxdı. Bu şəkildə. Bilirsiniz uşaqlar, bunu incələnsək, biraz vaxtımız çox gedir. Bunu fərqli formada da təbii ki yazmaq olar. İndi bilmirəm, arxada hansı formada verib. Məsələn, bunu mən ədəd kimi daxil edim. Sətir kimi də daxil eləyib. Orada sətir kimi daxil edib, istəsə siyahıya çevirər. Siyahının orada elementlərini götürüb bir də təzədən ədəd formasına çevirib də işləyə bilər. Ondan sonra burada məsələn A ilə B var ya, A ilə B-ni tapmışıq da. If-in birbaşa ilə üstündən yazar, hər ikisinə aid olar. Sadəcə proqram gedişində, yəni ağlıma necə gəldi, bu şəkildə yazdım. Təkmilləşdirmək olar. Yəni bu şəkildə yanaşırıq sadəcə olaraq. Məsələn, görürsünüz, kod yazdıqsa mən gördüm ki, bizə S lazım olacaq, S artırdım. K lazım olacaq, K-nı artırdım. Kod yazdıqsa bunlar ortaya çıxır. Və yaxud da məsələn print S ilə K-nı bir yerdə vermişdim. Dedim daha düzgün olması üçün K-nı ayrı verək, S ayrı verək. Bu şəkildə yanaşırıq. Yəni belə. Bir nəfər mənə arxadakı cavabı desin, uşaqlar. Bunları bir müqayisə eləyək görək bundan hətta o necədir? Müəllim, arxada elə bir ki, hər bir rəqəmi ifadə ediblər. Məsələn, 4 rəqəmi deyil, A, B, C də kimi. Hər bir rəqəmi tapıblar. Ondan sonra hər ikinci ilə üçüncü rəqəmi bir yerdə toplayıb sizin yazdığınız kimi yazıb. Sətirdən istifadə edib orada. Sətir formasında. Yox, sətir deyil. Sadəcə olaraq məsələn də birinci rəqəmin ikinci, üçüncü, dördüncü hər birini ayrı-ayrı tapıb ondan sonra yerinə yetirib. Başa düşdüm mən səni. Başa düşdüm ki, mən burada sadəcə olaraq bizə lazım olanı götürmüşəm. Orada bütün rəqəmləri tapıb ondan sonra keçib bu üsula. Elə? Yəni də olar da, yəni fərqi yoxdur. Amma dəyişdirmək də olar. Başqa cür formada da yazmaq olar. O sizin öz şeyinizdən asılıdır. Nə edirsə elə ən düz yazın da, yəni. Tələbə cavab versin, yəni. Hansı proqramı yazırsınız, yazın. Bizdən tələb olunanı ödəsin. Bu şəkildə. Baxaq görək başqa nəyimiz varsa, biraz çətin tiplərdən. Yəni asanımız bu qədər vaxt aparır da, təsəvvür edək. Müəllim 76 asandısa deyə bilərsiniz. Asandısa əgər, uzundursa demən qalsın. 76. Doğulduğunuz O ayın mənə sıra... lap maraqlı gəldi ona görə. Baxaq da, hər nədir. Doğulduğunuz ayın sıra nömrəsini klaviaturadan daxil etdikdə ad gününüzün hansı fəslə düşdüyünü təyin edən. Sən hansı ayda doğulmusan, Elza? Noyabrda. Noyabr payıza düşür də, səhv eləmirəmsə, elə? Qış dekabrdan başlayır da. Bəli. Hə. Aha. İndi məsələn sən noyabr daxil eləyəndə 12 ayın içərisindən ekrana yazmalıdır ki, payız fəslidir. Sən əlində neçə dənə ayın var? Aha. 12 ayın var da. 12. Yəni başqa, Aha. yəni 13-cü ayımız o yoxdur ki, yəni və yaxud da başqa nəsə. Sən 12 dənə ədəd daxil edə bilərsən. 1-12 aralığında ədəd daxil edə bilərsən. Belə qruplaşdıraq. Əgər daxil etdiyin ədəd, hətta yazaq da onu. Gəlin yazaq da. Gəlin onu yazaq. Bunu belə eləyək.
İndi bax, burada sadəcə olaraq bir dənə input deyək. Məsələn, deyək ki, n bərabərdir. Bu arada tamdır da, yəni ona görə int deyirik. Yəni int bilirsiniz ki, sadəcə tamı ifadə eləmək üçün istifadə olunur. Həmişə int yazmırıq da, düzdür. Çoxumuz vərdiş eləmişik elə hər şeyə int yazmağa, amma bəzi suallar var ki, bəzi şeylər var ki, adi həyatda da biz elə onun nə qədər həqiqisindən istifadə edirik. Hər şey tam deyil ki, yəni. Ona görə nəzərə alaq. İndi burada söhbət tamdan gedir. Int input deyək. Bu int input dediyimiz nədir? Bu int input dediyimiz A-ın sıra nömrəsidir. A-ın sıra nömrəsini daxil eləyəcəyik. Deyəcəyik ki, əgər daxil elədiyimiz o n faizdən başlayaq da, tutaq ki, faiz fəsli. Faiz fəslinə hansı aylar daxildir? 9, 10, 11, sentyabr, oktyabr, noyabr. Bunlar daxildir. Deyək ki, əgər bizim daxil etdiyimiz o n 9, 10 və yaxud da 11-ə bərabərdirsə və yaxud da bu şəkildə də demək olar. Əgər daxil etdiyimiz həmin n böyükdürsə 9-dan, böyükdür bərabərdirsə, bərabərliyi yaza bilsəm. Böyükdür bərabərdirsə 9-dan or mu and mi? And n, həminki o n kiçikdir, bərabərdirsə 11-dən. Bu şəkildə də deyə bilərik. Bu şəkildə də deyə bilərik. Bir dəqiqə onu da yazım. Bu şərh şəklində yazıram. Bu şəkildə biz deyərik ki, əgər n bərabərdirsə 9-a or n bərabərdirsə 10-a or n bərabərdirsə 11-ə bu şəkildə də deyə bilərsən. Fərqi yoxdur. Aha. Yox. Get üstə. Buradan salaq aşağı. Aha. Print, birbaşa ilə print desin. Print payız fəslidir və yaxud da payız. Düşər aşağı. Bax, bizim neçə dənə fəslimiz var? 4 dənə fəsil var. Bunu elif də deyə bilərik və yaxud da ifin ifi də deyə bilərik. Elif deyək. Elif indi 9, 10, 11-i götürdük. 12, 01, 02. Elif n böyükdür, bərabərdirsə 12-dən and n kiçikdir, bərabərdirsə 12, 1, 2. 2-dən nə desin? Print desin, yaz. Düşdük növbəti sətrə. Bir dənə də elif deyək. Bir dənə də elif dedik və dedik ki, n böyükdür, bərabərdirsə 3-dən and n kiçikdir, bərabərdirsə 3, 4, 5. Print nə desin bizə? Yaz, yay. Yox, nə danışsın? Bir dəqiqə. Payız, yaz, yay, hədə yay, qış, düzdür. Yay. Payızdan sonra nə gəlir? Payızdan sonra qış gəlir. Qış. Uşaqlar, baxın da bu şeylərə fikir verin. Qış. Qışdan sonra yaz. Yaz. Aha. Bir dənə də hətta elif deyək. N böyükdür,
böyükdür, bərabərdirsə 6-dan n kiçikdir, bərabərdirsə 8-dən. Print nə desin bizə? Payız, qış, yaz, yay. Yay desin. Ekrana nə çıxacaq? Yay. Bunun bir dənə də else deyək. Çünki biz daxil edilən ədədi bəs 1 ilə 12 arasında olmama ehtimalı da var da bizə bir xəbərdarlıq versin. Buna bir dənə else deyək. Bu else vəziyyətində də print bizə xəbərdarlıq versin. Ekrana çıxsın ki, zəhmət olmazsa 0, yox, 1 və 12 aralığında ədəd daxil edin. Bizə belə desin. Belə desin. Yaxşı, çalışdıraq. Məsələn, mən daxil eləmək istəyirəm. Elza 11 demişdin da sən. Noyabr demişdin da. Bəli. Noyabrda nədir? 11-dir. 11 daxil eləyək. Və enter vuraq. Nə çıxdı ekrana? Payız. Payız. Bu şəkildə. Bir də çalışdıraq. 22 daxil eləyək. Enter vuraq. Zəhmət olmasa 1 və 12 aralığında ədəd daxil edin. Bu şəkildə ekrana çıxır. Bu da belə. Fərqli formalarda da yaza bilərik təbii ki. Burada bayaq mən dedim, məsələn, elifsiz də yazmaq olar. Ifindən istifadə eləyərik. Məsələn, bir o daha qısa olar da, yəni. Amma o bir daha qısa və qəlizdir. Bu biraz uzun, asandır. Məsələn, ifindən istifadə eləyib, araya bir elif atıb, ondan sonra bir dənə elsindən bağlamaq olardı. Bu şəkildə də olardı. O daha qısa olardı, daha professional olardı. Yəni, əsas o da işimiz görülsün. Yəni, bu da işimizi görür bu şəkildə. Cavabda nə verib bizə? Mikael, cavabda nə verib? Burada da bunu oxşardı. Sadəcə orada şey kimi bayaq dediniz, n bərabərdir 9, or, n bərabərdir 10, o tür formada verir. Hə. Yaxşı, bu da belə. 9-10 dəqiqə vaxtımız qalıb, uşaqlar. Deyirsiniz, başqa birini də deyin, birinə də baxaq. Gələn dərsimizdə mən sizə sual verərəm. Mən sən bir də baxaram. Mən 81 Hansına? 81. 81-ə. Övr operatorundan istifadə etməklə klaviaturadan daxil edilmiş n natural ədədi üçün ifadəsinin qiymətini hesablayan proqram Python dilində yazılır. Aha. Bu neyini? 1 vurulsun 2, çıxılsın, 2 vurulsun 3. Üstəgəl 3 vurulsun 4. Bu ardıcıllıq budur. 1 vurulsun 2, çıxılsın, 2 vurulsun 3, üstəgəl 3 vurulsun 4, çıxılsın 4 vurulsun 5. Yaxşı. Bunu mən çəkim bir kənara. Şəkildə dursun. Bunu belə eləyək. Mən bunu görüm.
Aha. Bak böyle dursun. Biraz aşağı. Böyle. Böyle saçım sağa. Bunu silmeye. Henüz burada olsun. Aha, buradan yazaq. Demək, biz dövr operatorundan istifadə edəcəyik. Dövr operatorumuzda nəyimiz var? Necə istifadə edəcəyik? Birdən başlayır. Birdən başlayır. Hara gedir? N plus 1'ə. Yəni n vurulsun n plus 1. Biri, yəni ədədin özü i-ni vurur i plus 1'ə. I-ni vurur i plus 1'ə. Bir dəfə çıxır, bir dəfə də toplayır bunları. İndi biz hər hansısa bir n ədədi daxil eləməliyik. N bərabərdir int input. Bunu daxil elədik. Ondan sonra deyirik ki, for tutaq ki, i in range birdən n plus 1'ə qədər. Birdən n plus 1'ə qədər dediyim odur ki, n'in özünü götürəcək, n'in özünü götürüb istifadə eləyəcək. Hesablama zamanı biz onsuz da n vurulsun n plus 1'i yerinə yetiririk. Ona görə buradakı n plus 1 son hədd deyil. Bizim əslində son həddimiz n'dir. Mən də bura n plus 1 yazmışam ki, n'i götürsün. Bu belə. 2 nöqtəsini qoyaq, düşək aşağı. Nə deyirik? Deyirik ki, i başlanğıc olaraq bizim 1-dən başlayacaq, n-ə qədər gedəcək. Nə edəcək? 1'i vuracaq, yəni 1 plus 1'ə, yəni i-ni vuracaq i plus 1'ə. Bu zaman bu hesabları hara yığacaq? Bu hesabları S-ə yığacaq. Gəlin yuxarıya bir dənə S qoyaq və buna 0 mənimsədək. S bərabərdir 0 deyək buna. S bərabərdir 0, yəni buraya yığacaq. Bir də uşaqlar, bir dəfə toplamadır, bir dəfə çıxmadırsa, deməli, bir dənə K adlı bir dəyişən verək. K da, buna da 1 mənimsədək. Ona da 1 mənimsətməyimizin məqsədi odur ki, K indi hal-hazırda müsbətdir. Növbəti dəfə K mənfi olmalıdır. Növbəti dəfə yenə müsbət olmalıdır. Yəni, hesab yerinə yetirilən zaman K bərabərdir mənfi K deməklə biz əslində K-nı bir dəfə mənfi eləyəcəyik, bir dəfə də müsbət eləyəcəyik. Ona görə burada K da mütləq olmalıdır. Bu belə və düşdük aşağı, hələlikdə bunlardır və düşdük aşağı dedik ki, S bərabərdir S üstəcələk. Çünki burada məsələ uşaqlar toplama və çıxmadadır. 1 vurulsun və yaxud da 2 vurulsuna fikir verməyinsiniz. O 1 vurulsun, 2 vurulsun dediyimiz bizim əslində orada istifadə edəcəyimiz ilər olacaq. Biz o vurmaları toplama və yaxud da çıxma vasitəsilə yığacağıq S-ə. Bu belə S bərabərdir S plus deyək başlanğıcda nəyə? I vurulsun, mən neylədim? I vurulsun, I plus 1 deyirəm. Çünki mən I başlanğıc 1'dir, 1'i 2'yə vurmaq istəyirəm. Növbəti dəfə 2'ni 3'ə vurmaq istəyirəm. Onu yerinə yetirəndən sonra düşürəm aşağıda deyirəm ki, K bərabərdir mənfi K. Niyə deyirəm?
Bir də ki, ə, burada mənfi müsbət məsələsini həll eləmək üçün bu ini i plus 1-ə vurduqdan sonra bir də k-ya vururam. Başlanğıcda mənim k-yım onsuz da 1-dir. Vurmaya heç bir təsiri olmayacaq. Növbəti dəfələrdə də təsiri olmayacaq. Sadəcə olaraq k bir dəfə mənfi, bir dəfə müsbət olduğuna görə və dəyəri mənfi 1, müsbət 1 olduğuna görə əslində dəyər olaraq çox ciddi bir şeyə təsir eləməsə də mənfini müsbət, müsbətdə mənfi eləyəcək. Ona görə də mən bax bunu i vurulsun i plus 1-i mötərizəyə alıb vururam k-ya hər dəfə. Bu belə. Vurduqdan sonra k bərabərdir mənfi k deyiləm. Və bunu da yerinə yetirəndən sonra print nə deyirəm? S deyirəm. Bir daha mən vaxtımıza baxım. Ondan sonra mümkün xətalarımıza baxaq. İki dəqiqə vaxtımız qalıb. Yaxşı, bax bu şəkildə. Bu şəkildə gəlin bunu yoxlayaq. Bunu yoxladıq. Tutaq ki, n üçün 4 daxil elədik. N üçün 4 daxil elədik. Bizə verdi mənfi 12. Qaydaq gələk bura. Qaydaq gələk bura. Baxaq görək n-in 4 qiyməti üçün ödənəcəkmi? S bərabərdir. 1 vurulsun 2 çıxılsın 2 vurulsun 3 üstə gələk 3 vurulsun 4 çıxılsın 4 vurulsun 5. Bu bizə nə verir uşaqlar? Bərabərdir. 2 çıxılsın 6. Mənfi 4. 3 dənə də 4-ün 12. Üstə gələk 12 çıxılsın 20. Bu bizə nə verdi? Mənfi 12. Bəli. Proqramda nə almışdıq? Proqram nəticəsində nə almışdıq? Mənfi 12. Demək ki, kodumuz düzdür. Bax, bu şəkildədir. Yaxşı, ev tapşırığını WhatsApp-dan atacağım sizə uşaqlar. Bu şəkildə dərsimizin bitməsinə artıq saniyələr qalıb.